Qız uşağı daha ailədə valideynlərinə daha qayğıkeş olur. Təcrübə bunu sübut edir, daha diqqətli olur. Və bugünkü gündə bu cinsi mövzuda ayrı seçkilik salmaq hesab edirəm ki, cahiliyyət dövrünə qayıtmaqdır. Təəssüf ki, müasir dünyada hələ də qadına qarşı zorakılıq etməyək, qız uşaqları ilə bağlı bu mövzular danışılırsa, deməli biz hələ lazım olan nöqtəyə ümumiyyətlə bir insan, bəşəriyyət olaraq, insanlıq olaraq gəlib çatmamışıq. Çünki inkişaf etmiş hesab olunan dövlətlərdə də qadınlara qarşı zorakılığın rəqəmləri ürəkaçan deyil. Ona görə də bu məsələlərdə dinimizin də yanaşmasını insanlara, gənclərimizə çatdırmaq lazımdır. Hələ də cinsi mənsubiyyətinə görə ümumiyyətlə insanlar arasında hansısa fərq qoymaq, yanaşmada hansısa bir fərq qoymaq, bilirsiniz, bu heç cür izah eləmək olmur bunu. Və Quran-ı Kərim hələ 14 əsr bundan öncə insanların bərabərliyindən danışır. Biz sizi bir kişidən və bir qadından yaratdıq. Və yaxud da sizdən hər kim olursa olsun, istər kişi olsun, istərsə qadın, onun qazandığından öz payı var. Yəni, o zaman hələ qadınların mülkiyyət hüququnu təsbit edir. O zaman qadın özü dünyada mülkiyyət sayılırdı, kişinin mülkiyyəti sayılırdı. Amma Quran qadının mülkiyyət hüququnu təsbit edir. Deyir, kişi və qadın fərqi yoxdur, qazancınızdan öz payınız var. Yəni, kişinin qazancı özünə aid. İndi bəlkə bu adi görünə bilər, amma o dövr üçün çox mütərəqqi bir qaydalar idi. Eyni zamanda qadınlarla bağlı bilirsiniz ki, bəzi ərəb qəbilələri qız uşaqlarını diri-diri torpağa bastırırdı və Quranda qeyd olunur ki, o hansı günaha görə öldürüldü. Bu, öldürülən qız uşaqlarla bağlı olan bir müraciətdir. Quran buyurur ki, hansı günahına görə öldürüldü. Yəni, Allahın hüzurunda biz dayandığımız zaman o qız uşaqları valideynlərindən soruşacaq, selektiv abortlardan danışıldı. Yəni, sırf qız olduğuna görə övladın dünyaya gəlmədən məhv edilməsi deyərdim, qətlə yetirilməsi deyərdim. Bu cinayətin adını tapa bilmirəm. Yəni, bu həqiqətən də həmin o cahiliyyət dövrünə qayıtmağın nəticəsidir. Əksinə, qız uşağına sahib olan valideynlər xoşbəxt olur, Allahın xüsusi rəhməti onların üzərində olur, Allah onlara xüsusi bir əmanət olaraq qız uşaqlarını bəxş edir. Bugün müasirlik deyirik, irəliləyirik deyirik, inkişaf eləmişik deyirik, hər şeydən xəbərimiz var deyirik. Amma nəticə etibarilə sizin sözünüzə qüvvət, seçim eləyiriksə, hələ dünyaya gəlmədən bir uşağın, bir insan övladının taleyini biz müəyyən eləməyə çalışırıqsa ki, bu bizim əlimizdə deyil. Demək ki, hələ o sivil cəmiyyətə ulaşmamışıq və buna doğru böyük bir yolda qət eləməliyik dünya olaraq, bəşəriyyət olaraq. Və Hacı, nə etmək lazımdır? Hansı addımlar atılmalıdır? Bax, dini tərəfdən yanaşsaq da, insanlara necə aşılamaq lazımdır? Məsəl üçün, selektiv abortlar dedik. Bunun dinimizdə məqamı, yeri, günahı, zəhmət olmasa bu barədə. Ümumiyyətlə, bilirsiniz, siz danışdıqca mən həqiqətən təəccüblənirəm ki, yəni mən şəxsən bu yaşa qədər çatmışam. Ümumiyyətlə, mən belə bir düşüncəm olmayıb, belə bir fikir olmayıb beynimdə ki, qız uşağı olmağın nəsə bir pisliyi var, oğlu. Yəni, bu ümumiyyətlə mövzu olaraq mən düşünürəm ki, insanların zehnindən silinib getməlidir və dinimiz də bu məsələdə yardımcı ola bilər. Din buyurur ki, qadınlar sizə ümumiyyətlə Allahın əmanətidir. Yəni, ilahi əmanətdir. Bu, qadının üstünlüyünə işarədir. Ümumiyyətlə, qadınların, həqiqi mənada qız və qadınların cəmiyyət formalaşdırmaqda rolu kişilərdən daha üstündür. Yəni, insan formalaşdıran əsas amil xanımlardır, qadınlardır. Bunu heç kəs inkar edə bilməz ki, ailədə valideynlər içində ananın övlada təsiri atadan qat-qat daha çoxdur və ona görə də qadınlarımızın təhsilli olmağı, qadınlarımızın ziyalı olmağı cəmiyyətin ziyalılaşması deməkdir. Və bütün bunlar insanlara aşılanmalıdır. Bilirsiniz, ana bətnində dünyaya gəlməmiş bir övladı tələf etmək, onun öldürülməsi, yəni bir uşaq qatilinə çevrilir valideyn. Bunu anlatmaq lazımdır ki, bu həqiqi mənada bir cinayət əməlidir. İlahi nöqteyi nəzərdən, dini nöqteyi nəzərdən və günahsız bir insanı, öz övladını qətlə yetirməkdir. Axı, səbəb nədir? Ayıb olmasıdırsa, biz bu qəliblərdən, ümumiyyətlə bu stereotiplərdən siz də bayaq qeyd etdiniz, azad olmalıyıq. Axı, əksinə baş ucalığıdır. Əksinə, Peyğəmbərimiz buyurur ki, kim 3 qız uşağını tərbiyə edərsə, cənnət ona vacib olar.
Biri soruşdu ki, birdən 2 uşağı olsa, 2 qız uşağı olsa, Onda dedi, necə ona olur? da. Biri bir qızı var idi, dedi ki, bəlkə bir qız uşağı olsa birində, dedi ki, ona da. Yəni, söhbət burada qız uşağının önəmindən gedir. Demədi, ümumiyyətlə 3 övlad tərbiyə edən, buyurdu 3 qız uşağı olan insan. Və Peyğəmbərimizin öz həyatına baxırıq. Peyğəmbərimizin qızı Həzrəti Fatimə hər dəfə otağa daxil olanda Peyğəmbər ayağa qalxırdı, onun üzündən öpürdü, öz yerində otuzdururdu. Hətta o böyük bir yaşda olanda da, yəni kifayət qədər yetkin yaşda olanda da hər dəfə yazırlar ki, istisnasız olaraq ata qızın ayağına qalxır, hamının gözünün qabağında nümayişkarane şəkildə və öz yerini qız övladına verir. Bu, yəni bir cəmiyyət üçün, nəinki o dövrün cəmiyyəti üçün, hələ də biz bu dəyərlərə gəlib Ən gözəl çatmamışıq ki, nümunədir. bəli, ona görə deyirlər ki, qız uşaqları ümumiyyətlə övlad məhəbbətə ehtiyaclıdır. Qız uşaqları oğlanlardan daha çox ehtiyaclıdır. Qız uşaqları ata və ana tərəfindən məhəbbətlə, qayğı ilə əhatə olunmalıdırlar ki, sonradan məhəbbət dilənçisinə çevrilməsinlər, diqqət dilənçisinə çevrilməsinlər. Biz ailə qız uşaqlarını diqqətlə, məhəbbətlə təmin etdikdə onlarda bir gözü toxluq, mənəvi anlamda gözü toxluq olur və doğrudan da cəmiyyətdə qadınlar bu şəkildə olarsa, əksinə öz üstünlüyünü, demirəm burada qadının təkəbbüründən söhbət getmir. Yəni bir insan olaraq öz üstünlüyünü, fəzilətini uşaqlarımıza, gənc yaşlarından qız uşaqlarımıza aşılamalıyıq ki, bu nəinki nöqsan deyil, əksinə bir üstünlükdür. Çünki cəmiyyətin təməli analardır, qadınlardır və cəmiyyətin bütün mənəvi keyfiyyətlərini qadınlar müəyyən edir. İnkişaf istiqamətini xanımlar müəyyən edir. Hacı, son olaraq üzünüzü kameraya, tamaşaçılara tutub nə demək istəyirsiniz? Cəmiyyətimizə, insanımıza nə demək istəyirsiniz? Biz müəyyən məsələlərdən danışdıq, selektiv abortlara da toxunduq, amma bilirik ki, selektiv abortlarla da məhv olmur dünyaya gəlməyən qız övladların həyatı. Həyatının bir çox mərhələlərində onlar ayrı seçkiliyin, onlar zorakılığın, onlar asıllığın, şiddətin qurbanına çevrilirlər. Bugün insanımıza sonda nə demək istəyirsiniz? Ola bilər, elə bir sual ola bilər ki, biz onu sizə ünvanlaya bilmərik və yaxud da elə bir fikir çatdırmaq istəyirsiniz ki, onu deyəcək, sizə bir müraciəti etmərik. Buyurun, eşidirik sizi. Ümumiyyətlə, insanların bir-biri ilə münasibətdə məhəbbətə, qayğıya ehtiyacları var. Bir çox problemlərin qaynağında, bax bu məhəbbətin azlığı, diqqətsizlik dayanır. İntiharlar haqqında da danışanda biz bunu deyirik, boşanmalar haqqında danışarkən də və xüsusilə mən deyərdim ki, qız uşaqlarının daha çox dəyər verilməyə, sevilməyə ehtiyacları var. Çünki onlar incə ruha sahibdirlər və cəmiyyət gələcəkdə, gələcəyinin inkişaf etmiş görmək istəyirsə, qadınların, mən deyərdim ki, bir cəmiyyətin mənəvi durumunu müəyyən etmək üçün neçə ölçü var, meyar var. Biri də xanımların vəziyyətidir. Və bu, Allah qarşısında da biz cavabdehik, bayaq dedik. Birinə biz əmanət verdiyimiz zaman o əmanət haqqında o məsuliyyət daşıyır. Və Allah da buyurur ki, mən sizə qadınları əmanət kimi bəxş etmişəm və sabah bu əmanət haqqında bizdən cəmiyyət olaraq soruşulacaq ki, bununla necə davrandın Allahın hüzurunda dayandığımız zaman. Ona görə də çalışmalıyıq ki, hətta mən deyərdim ki, ailədə konfliktin olmaması belə azdır. Mən düşünürəm ki, bizdə normal ailə hansı sayılır? O ailə ki, orada konflikt yoxdur. Mən düşünürəm ki, o ailə ideal ailə sayıla bilər ki, qadınların orada xüsusi yeri olsun, qadınlar xüsusi məhəbbətlə əhatə olunsun və çalışmışam ki, indi mən bunu efirdən danışıram, evdə də dinləyirlər ya. Mən çalışmışam ki, mən buna həyatım boyu özüm də əməl edim ki, sözümün təsiri daha çox olsun. Ümumiyyətlə, qadına qarşı zorakılıq sözünü işlətməkdən belə çəkinirəm bu ifadəni. Qadın və zorakılıq anlayışları bir-birinə tam ziddi. Qadın və insanın ümumiyyətlə sevgiyə ehtiyacı var və qadınlardan, xanımlardan, qız övladlarımızdan bu sevgini əsirgəməyək ki, gələcəyimiz haqqında ümidli ola bilək, pozitiv ola bilək. Necə gözəl ifadə elədiniz fikirlərinizi. Hacı, sonda bir kəlmə ilə də deyin, fikrinizi ifadə edin. Qızın varsa nəyin var? Mən deyərəm ki, qızın varsa sən valideynlik hissini yaşaya bilirsən tam anlamda. Mən danışıram bəzən, qız övladı olmayan deyir ki, elə bir ki, necə deyim, bir atalar xüsusilə bir natamamlıq hiss edirəm. Yəni, qızın varsa doğrudan da sənin həyatda sevincin var, şadlığın var və həyatda sən özünü bir tam kimi hiss edə bilirsən. Kamil insan. Təşəkkür edirik. Həmişə tam olasınız, həmişə bütöv olasınız. Öz övladlarınızla bərabər firavan olasınız. Hacı, çox təşəkkür.